Vaxtınız xeyir olsun öncelikle hər bir kəs salamlayıram. Burada əsəriyyət üzrən tanımayanlar üçün özü təqdim edin. Mən İvaz Sırazlı, Kasbağ şəhər liseyinin marketing koordinatoru və videoqrafiyam. Niyə həyatın rek və yaxud rekord düyməsi yoxdur və rewind olmuş həyat? Rewind olmuş həyat edişlər bəzilərimiz fərqli mənalar başa düşür. Bəs mənə görə rewind olmuş həyat deməkdir. Mənə görə o demək ki, rewind olmuş həyat. Geri dönüşü olmayan bir həyat. Rewind olmuş həyat mənə görə bu deməkdir. Belə bir an fikirləşin. Bəzən həyatımızda elə anlar baş verir ki, biz onlara yenidən qayıtmaq istəyirik. Bəzən həyatımızda elə anlar baş verir ki, biz onlara yenidən qayıtmaq istəyirik. Amma necə qayıdan həqiqətən heç bilmirik. Bəzən qarşımıza bir video, keçmişdən bir şəkil deyim, o anları sadəcə izləyirik. Bir dəqiqəlik olsun, hətta bir saniyəlik belə olsun ki, biz onu izləmək məsuliyyətindəyik ki, ən azından keçmişi bir yadımıza salaq. Həmin anda oradakı anlardır, emosiyalardır, anılardır bizi həqiqətən həm kövrəldə bilər, həm də sevindirə bilər, fərqli dəhətlərə görə. Belə deyə bilərik ki, burada kamera sadəcə biz düşünürük ki, çəkir. Xeyr, kamera tək çəkmir, tək sadəcə yadda da saxlayır. Həm yaddaşır, həm də xatirə üçün təzahür olmalıyıq. Belə bir şey deyim, mən Kasbağ şəhər liseyində fəaliyyətimə başlamamışdan öncə Həsən müəllimdən bir müsahibəmiz oldu bizim, hansı ki, otağında. Kiçik bir hadisə danışmasından çox kiçikdir. Həsən müəllimlə müsahibə esnasında Həsən müəllim mənə bildirdi ki, Cəhmət Omuz'un Instagram səhifəməz, baxın Instagram səhifəmə. Açsın telefonumu verir Həsən müəllimə, qayıtı mənə bir sual verir. Marketing koordinatı səhifəsi belə olur. Mən də təbriklə məyəs oldum, sözsüz məyəs oldum. Dedim, təbriklə olur Həsən müəllim ona görə. Qayıtı mənə dedi ki, dur mənim şəklimi səhifə zəhmət olmasa, bir dənə şəklimi seçə bilərsən. Dedim, olar, problem deyil. Həsən müəllim oturub stolda, qarşısında bir stol və telefonu stolun üstündə, arxada isə divardan ümumilikdə liderəliyin şəkli. Həsən müəllimin şəklini çəkdim, qayıtı bir sola yenə mənə, dedi ki, bu şəkildə nə problem var, nə səhvlik var. Qayıtı dedim, stolun üstündəki telefon səhv durur, əyil durur. Qayıtı mənə dedi ki, başqa, mən təbii bilmirdim, çünki marketing koordinatı üçün fəaliyyətimin ilk dövrü idi mənim. Dedi ki, başqa nə səhv var, bəs dedim, bilmirəm Həsən müəllim. Amma düz danışmadı, sən danışmadın mı? Dedim ki, bilmirəm Həsən müəllim. Qayıtı mənə dedi ki, arxaya bir dənə var. Baxdım belə gördüm, Heydər Əliyev çəkdi ortadandı. Dedim, haqlı istəsəm mən, mənim böyük səhvim var idi. Həddindən artıq böyük səhv idi. Bu, əslində mən məyus eləsə də çox böyük bir təcrübə qazandım. Buna mən məyus olsam da, yanılmadı ki, Həsən müəllim elə bir şey dedi mənə. Belə deyim ki, bəzən həyatımızda çəkilişlər edirik burada. Burada bir Həmid bəylə də söhbət edəcəm. Hansı ki, Həmid bəy bu dəqiqə məni çəkir, şəklimi və videomdur. Həmid bəy özü yaxşı bilir ki, biz bəzən çəkilişlər edəndə çətinliklərlə üzləşirik. Bəzən mikrofon işləmir bayaqçı kimi, bəzən səhnədəki şəxsi duruşu düz deyil. Bəzən elə olur ki, fərqli emosiyalar yaşayırıq, buradakı uşaqlar üçün hər birinə də bu arada uğurlar arzulayıram. Elə olur ki, emosiyalar yaşayırıq, eləyirik. Bu normal haldır. Normal hallar yaşayırıq, danışırıq, gülürük deyirik. Bir eksperiment eləmək istəyirəm icazənizlə. Mən əlimi yuxarı qaldıracam, zəhmət olmasa deyəcəm. Gözlərinizi yumacaqsınız və sadəcə 5 saniyə ərzində keçmişdən bir anım olsun, istər xoşbəxt anımız tək xoşbəxt anımız olsun, çox xahiş edirəm. Xoşbəxt anımızı 5 saniyəlik fikirləşin, gözünüzün önünə gətirin. Amma gözlərinizi yumursuz, gözünüzün önünə gətirin anını, çox xahiş edirəm. 1, 2, 3, 4, 5. Zəhmət olmuş gözlərinizi açın. Bəzilərimiz anamızın, atamızın oturduğumuz vaxtları, bəzilərimiz pəncərədən çölə baxarkən gördüyümüz görüntüləri, bəzilərimiz kitabın səhifəsində yazılan bir müəyyən bir cümləni xatırladı. Bu normal halda əslində. Ona görə də mən düşünürəm ki, kamera bizə elə təsir edir ki, həqiqətən də bu dövrdə, indiki dövrdə eləməz olur ki, kamera qarşısında danışmaq. Mən bu dəqiqə özüm videoqraf olsam da kamera qarşısında çox həyəcanlıyam. Bu normal bir haldır. İstərseniz mən kimi həyəcanlı olan o qədər şəxs var ki, burada çıxıblar, amma öz cəsarətini toplayıb danışabilirlər. Oradan belə deyəcəydim. Deməli, məsuliyyət çox həqiqətən gözəl bir şeydir. Bir video göstərəcəm sizə, zəhmət olmasa birinci ona baxar, olar mı? Salam, hörmətli Kaspi sevənlər. Biz Kaspini
liseyin 11 sınıf şagirdləri olaraq bu gün sizə çox maraqlı və faydalı bir bitkini təqdim edəcək. Paşa qılıncı. Bu bitki elma adı ilə Dracaena trifaskiata adlanır və qılınc şəkildə uzun yarpaqları ilə tanınır. Ümumiyyətlə qılınc gülü adını da həmin bu xarakterik formasından alır. Sərman onu saxlıyor. Yəqin ki, tanıyırsınız. Layla İsmail'i Kars Başlar Liseyinin 10. sınıf şagirdi. Bizim layihəmiz başladı bu arada, təzə yaşı dəhliz layihəsi oldu bizdə. Hansı ki, orada öz təqdimatlarını göstərdilər, güllərlə bağlı. Növbəti davam edən videonu. Bu bitki elma adı ilə Dracaena trifaskiata. Ümumiyyətlə qılınc gülü adını da məhz bu yarpaqlarından alır. Formasından alır. Belə deyim ki, burada iki anını gördük. Hansı ki, bir videonun əsas halını, bir ki, background, yəni arxa versiyasını gördük biz burada. Belə deyim ki, Layla ilə bu müsahibəmizdən sonra qayıtdı mənə belə bir şey dedi. Hansı ki, 45 saniyəlik bir vaxt sərf elədik biz orada müsahibə əsasında. Qayıtdı mənə dedi ki, bəs belə eləməli. Siz necə dözürsünüz? Qayıtdı dedi, nəyə? Dedim, mən o qədər səhvdə edim orada. Hansı ki, siz mənə deyirsiniz, yenə danış. Qayıtdı dedi ki, bəlkə də vaxt edəcək ki, mən o videoya baxacam. Amma videonun əsli yox, videonun background olan versiyasına baxanda həqiqətən sizi daha çox xatırlayacam. İş orasıdır ki, orada birinci olan səhnə, əsas versiyası gözəldir, background olan yer isə ən gözəl hissəsidir məncə. Ona görə də belə deyim ki, bəzən həyatda anılar baş verir ki, o anılar istər kədərli, istərsə də sevincli olur. Ona görə də həyatımızın ən gözəl kamerası məncə özümüz və yaddaşımızdır. Çünki elə anılar olur ki, onu kameradan çəksək belə, o kameradan silinədə bilər. Daha doğrusu kameradan silinə bilər. Amma biz onu yaddaşımıza salsaq biz həmin anını, o anını heç vaxt unutmaya bilmərik. Onda bilmərik daha doğrusu. Kimimizin yanında danışa bilərik, dost, tanış, ailə, qardaş, bacı və s. Ona görə demək istəyirəm ki, ətrafımızda elə olur ki, ətrafımızdakı insanları tanıyarkən həqiqətən çox diqqətli olmalıyıq. Bu məsələyə mən həmişə növsandan yanaşdım. Nəyə görə? İnsanları tanıyarkən elə məsələlər gəlir ki, insan alına. Belə deyim, onları dərindən tanısa, bəlkə də onların yaddaşı elə, necə deyim, elə həkk olunacaq ki, çox yaxşı da ola bilərik, çox pis də ola bilərik. Məncə, həyatında ən yaxşı anısı budur ki, bəzi anılar olur ki, nə onlar yenidən çəkilir, nə də ki, yaddaşımıza qalır. Məni izlədiyinizdə dinlədiyiniz üçün təşəkkür ederim.